1948-ci il 17 may. Deməli, bunlar nə etmişdilər? Ərəblər yaşayan yerləri bu cür hasara alırdılar. O vaxt imkanları elə değildi ki, indiki kimi böyük betonlar çəksinlər. Belə balaca deşiklər açmışdılar. Ərəbləri zooparkdakı heyvan kimi buradan izləyirdilər. 8 yanvar 1948-ci il. Baxın, bunlar da Fələstinə həmin qaçqın kimi gələn yəhudilərdir. Görün, bunlar hansı variantı əl atıblar. Sığındıqları evin pəncərəsindən ərəbləri nişan alıb öldürürlər. Bunlar belə bir millətdirlər. Baxın, yəhudilərin terror təşkilatıdır bu. Onların Fələstində qurduqları gizli düşərgədir. 1948-ci il 11 martda. Terror təşkilatının adı Haqanadır. Bu barədə internetdən əlavə məlumatlar əldə edə bilərsiniz. Orada təlim keçib hazırlaşırlar. 1948-ci il, baxın, Fələstinin Nazaret şəhəri. Deməli, ərəblərə komendant saatı qoyublar. Günün müəyyən vaxtlarında ərəblər evlərindən çıxa bilərlər. Halbuki bundan bir il əvvəl bura ayaqqabısız, şalvarsız gəlmişdilər. İndi də evindən çölə çıxan qadının qarşısını kəsib ki, niyə görə bu qeyri-icazə verdiyimiz saatda çölə çıxmısan? Şəklə diqqətlə baxın, bunlar hamısı simlərdir. Görün, bunlar ərəblərin həyatını necə cəhənnəmə çeviriblər ki, onlar nəqliyyatdan istifadə edə bilməsinlər. Artıq bu işğal başlayan ərəfələrdir, 48-ci ildir. Baxın dostlar, bu çox mühüm bir şəkildir və İsrailin rəsmi saytlarında da bu şəkil mövcuddur. Bunlar o evlərinə sığındıqları Fələstinlilərin əşyalarını oğurlayırlar. Evin soyuducusunu, uşaq kalyaskasını, uşaq arabasını, evin döşəklərini, hamısını oğurlayıb aparırlar. Ərəblərin xalçalarıdır. Baxın, silahla daxil olublar evlərə. Ərəblərin xalçalarını oğurlayıb aparırlar balaca arabalarda.